Xaricdən sifariş olunan bəzi məhsullar gömrükdə niyə saxlanılır? Bir çoxları bununla bağlı şikayətlər edir. Dövlət Gömrük Komitəsi isə bəyan edir ki, elektron ticarət vasitəsilə alınan bəzi məhsulların tərkibində qadağan olunan maddələr aşkarlanır. Bəzi hallarda isə vətəndaşlar məhsulu düzgün bəyan etmirlər. Xaricdən sifariş olunan məhsullara gömrük nəzarəti belə həyata keçirilir. Bəzi məhsullar isə nəzarətdən keçmir və gömrükdə saxlanılır. Bunun isə müxtəlif səbəbləri var. Əsasən qadağan olunmuş mallar, arıqlama çayı adı altında sifariş olunan məhsullar və yaxud bioloji qida əlavələri və yaxud müalicəvi adı altında sifariş olunan dərman preparatları və s. bu kimi mallardır. Bunlardan əlavə müxtəlif növ soyuq silah bənzər əşyalar sifariş olunur. Bunlar da öz növbəsində qanunvericiliklə qadağan olunmuş məhsullar siyahısındadır. Qeyd olunan kofe və çayların qida əlavələrinin tərkibində sibuturamin, pregabalin, qabapentin və digər güclü təsirə malik maddələr var. Bu maddələr isə insan sağlamlığı üçün zərərlidir. Elşən Səfərli deyir ki, tərkibində belə maddələr olan məhsullar onlayn platformalarda satılsa da, Azərbaycan qanunvericiliyinə əsasən ölkəyə idxalı qadağandır. Bəs vətəndaş bu məhsullardan sifariş edərsə nə baş verər? Bu kimi məhsullar sifariş olunarkən tərkibində qanunvericiliyə qadağan olunmuş hər hansı bir güclü təsir edən maddə, psixotrop maddə və yaxud narkotik təsirli tərkibi olan maddələr olarsa, cinayət məsuliyyəti yarada bilər. Həmin şəxslər məsuliyyətə cəlb oluna bilər. Odur ki, öncədən bu məhsullar sifariş edilməmişdən əvvəl ətraflı şəkildə araşdırılıb, daha sonra sifariş olunması məsləhət görülür. Yəni vətəndaşın qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Qadağan olunan maddələrin siyahısı isə Dövlət Gömrük Komitəsinin rəsmi saytında ətraflı şəkildə qeyd olunub. Gömrük orqanları vətəndaşlara elektron ticarətin üstünlüklərindən faydalanarkən məsuliyyətli olmağa çağırır. Bəzi hallarda rast gəlinir ki, kommersiya təyinatlı mallar fiziki şəxslərin şəxsi istifadəsi adı altında Azərbaycana gətirilir. Bu kimi malların gətirilməsi məsuliyyət yaradır. Bu kimi hallardan çəkinməkləri tövsiyə olunur. Eyni zamanda şəxslərin onlayn ticarətdən istifadəsi zamanı öz adlarına, öz şəxsi profilləri vasitəsilə sifarişlər və sifariş olunan bütün məhsulların dəqiqliklə bəyan edilməsi zəruridir. Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda elektron ticarət əməliyyatlarının həcmi 86,4 milyard manat təşkil edib. Bu, 2020-ci illə müqayisədə 22 dəfə çoxdur. Qeyd edək ki, uzunmüddətli tətil günlərində gömrük orqanlarının fəaliyyəti növbəllik əsasında davam etdirilir. Xaricdən sifariş olunan malların gömrük nəzarətindən keçməsində hansısa gecikmələrin olması gözlənilmir.